14 apreldə Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında tanınmış Nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Muradxanlının Bayatı Araz adlı kitabının təqdimatı keçirildi. Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi qəhrəmanları, media nümayəndələri, eləcə də oxucular iştirak edirdi. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi ədəbiyyatşünas Əsəd Cahangir aparırdı. Aparıcı çıxışına başlamazdan əvvəl Azərbaycan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Allah rəhmət eləsin. Əsəd Cahangir Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verərək, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğuladı. Etibar Muradxanlı, ya mən bir neçə illər bundan öncə məsləhət gördüm ki, sənin madam ki bu mövzuya belə böyük marağın var, onda sən özünü bütövlükdə bu mövzuya həsr elə. Yəni, hərbi vətənpərvərlik mövzusu deyəndə, Qarabağ mövzusu deyəndə, müharibə mövzusu deyəndə, qoy ilk yada düşən sənin imzan olsun. Hər bir yazıçının məncə öz mövzu təyinatı olmalıdır. Yaxşı yazıcı odur ki, onun öz mövzusu var. Sonra aparıcı çıxış üçün ilk sözü akademik Atatürk Mərkəzinin direktoru Nizami Cəfərova verdi. Kitabın adının Bayatı Araz qoyulması, bu o deməkdir ki, yəni biz sadəcə olaraq o zəfərin ləzzətini almırıq. Həm də o zəfər qazanılana qədər çəkilən əziyyətlər, psixoloji gərginlik, ümumiyyətlə müharibə faciələri, həm bir xalqın səviyyəsində, həm də ayrı-ayrı insanların səviyyəsində. Bunlar yazıcını düşündürməlidir, yazıcını maraqlandırmalıdır. Çünki yazıcı bugün üçün yazmır. Böyük Turan elinin təmsilçisi, Qazaxıstanlı şair tərcüməçi Sayat Kamşugerin çıxışı tədbirə beynəlmiləl ruh gətirdi. O, Turan dünyasının ortaq ədəbi mədəni dəyərlərindən söz açaraq, xalqlarımız arasında mənəvi bağların gücləndiyini vurğuladı. Mən Etibar Mırzanın Yıldın 5-ci fasılı деген kitabın tərcümə etib, yarımın bitirdim. Bu yılda biz kitabının takdimatını Almatıda yaşar oyumuz var. Bizde yaş patriot okuşlardan lagerinde, üniversitetlerde, mekteplerde sol takdimatқа Etibar Muradxanlı kelgende biz osындай кездесулерді жасайтын oyumuz var. Осы қуаныш құтты болсын. Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, ziyalılar Əlirza Xələfli, Ağacəfər Həsənli, Gülamayıl Murad, Azərbaycan Vətən müharibəsi qəhrəmanı Polkovnik Himayət Qubadov, əsərin canlı qəhrəmanları Gizir Mirzə Ağayev, Cavidan Şərifov və başqaları çıxış edərək müəllifin vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğuladı. Müəllifin minnətdarlıq dolu çıxışı tədbirin səmimiyyətini daha da artıraraq iştirakçılarda xoş təəssürat yaratdı. Yəni bu 2 saat müddətində oturub səbirlə dinlədiniz. Əvvəla mən deyim ki, bu əsəri yazmaq çox böyük və çətin bir proses oldu mənim üçün. Bu prosesdə təbii ki, mən düşünürdüm, hətta bəzi vaxtlarda bunu dayandırım, yazmayayım və həmin vaxtlarda mənə dəstək olan dostlarım var idi, Allah kömək olsun. Bayatı Araz Etibar Muradxanlının Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Müəllif bundan əvvəl Siz müharibədəsiniz leytinant, tələbə taqımı və ilin 5-ci fəsli kimi əsərlərlə də bu mövzuya müraciət edib. Sonda müəllif kitablarını imzalayaraq oxuculara hədiyyə etdi. Tədbir xoş ovqatla başa çatdı.